Prinsip etibarilə mən çalışdığım əsas məsələlərə cavab verəm. O suallar hansılar ki, cavablandırmadım, biz bunları qeyd etmişik və sonradan bunları öyrənib biz yəqin əlavə arayış verəcəyik. Çox sağ olun, diqqətinizə görə. Sağ olun Samir müəllim. Mən hesab edirəm ki, bütün suallara siz kifayət qədər yığacam və obyektiv reallığa uyğun şəkildə cavab verdiniz və sizin vurğuladığınız bir məqamın üzərində mən də qısaca dayanmaq istəyirəm. Sonda siz söylədiniz ki, son illərdə Azərbaycanda məhz neft sahəsindən gələn gəlirlər hesabına çox böyük işlər görüldü və demək olar ki, bütün Azərbaycanın hər tərəfli inkişafı üçün vacib olan infrastruktur yaradıldı və şəhərlərimizin, ölkəmizin, bölgələrimizin siması dəyişdi. Və xatirinizdədirsə, dövlət bu layihələri həyata keçirəndə və o çoxsaylı layihələr büdcədə nəzərdə tutulanda bu Milli Məclisdə bizim bəzi həmkarlarımız bu qədər böyük işləri, bu qədər böyük layihələri reallaşdırmağın doğru olmadığını söyləyirdilər və neftdən gələn gəliri neft fondunda saxlayaraq gələcək nəsillərə saxlamağı tövsiyə edirdilər. Amma indi gəlin razılaşaq ki, əgər biz o zaman indiki kimi həssaslıqla yanaşıb onu qorumağa çalışsaydıq, nə bu işləri görə bilməyəcəkdik, nə də bugün istəsəydik ki, o işləri görək və artıq 4 dəfə azalan xərclər, yəni qiymətlər miqyasında bunu etmək mümkün olmayacaqdı. Ona görə də hesab edirəm ki, ötən dövrə nəzər salanda görülmüş müsbət pozitiv işləri pozitivcəsinə vurğulamaq lazımdır və hər dövrün özünə məxsus vəzifəsi və hədəfləri olduğunu bir daha təsdiqləmək lazımdır. Dünən Azərbaycanın inkişafının start götürməsi üçün o addımları atmaq lazım idi. Bugün yığcamlaşdırma, balanslaşdırma lazımdır. Ona görə də hesab edirəm bunun hər birini biz normal qəbul edirik. Doğrudur, millət vəkilləri burada ziddiyyətli fikirlər səsləndirirlər. Onlar da öz seçiciləri, təmsilçiləri qarşısında cavabdehlik daşıyırlar ki, söylədik, vurğuladıq və hətta 2018-ci ilin büdcə müzakirələrində xatirinizdədir, 2017-ci il büdcəsində mən bunu demişdim, xatirinə deyilən sözlər də var. Yəni, bu bizik, siyasətçiyik. Hər kəs bundan öz dividendini güdür. Ona görə də heç kimi də qınamırıq və buna da normal yanaşırıq. Yeri gəlində biz də bəzi hallarda belə şeylərdən istifadə edirik. Ona görə də hesab edirəm ki, hökumət mövcud reallıqları, mövcud ictimai, siyasi, iqtisadi gedişatı nəzərə alaraq çox doğrudan da yığcam, balanslaşdırılmış büdcə müəyyən edibdir və biz onun parametrləri haqqında çox maraqlı və səhih, müfəssəl məlumat aldıq. Hesab edirəm, gözəl müzakirələrimiz keçdi və bu bizə imkan verir ki, biz 2017-ci il büdcəsini plenar iclasa tövsiyə edək. Etiraz etmirsiniz ki? Hesab edirəm ki, yekdilliklə biz bu qərarı qəbul edirik. Bütün dəvət olunan qonaqlara, iştirak edənlərə, fikir söyləyənlərə və suallara cavab verən hər kəsə təşəkkürümüzü bildiririk və büdcəyə də uğurlar arzulayırıq. Sağ olun.